gör nə deyirlər, məsələn, İran pərəstlər. Deyirlər ki, Amerika uduzdu, çünki sanksiyaları götürür, İranın dondurulmuş pullarını açır və s. Hələ heç nə yoxdur ha ortalıqda. Belə gülmək tutur, qardaş, özün öz ağzınla deyirsən ki, Amerika sanksiyaları götürür və bu İranın qalibiyyətidir. İrandan sabah sanksiyaları götürən Amerika, birisi gün sanksiyaları yeridən qoya bilərmi? Bu nəyə qələbə oldu ki? Qələbə oldu ki, qalib gəldiyindən asılı olmayan şərait yaradırsan. Yeni Amerikadan asılıda pullarını dondurulub, pullarını deyil açır. Açdı, 1 milyardını götürdün. Yenə dondurduğunda nə olacaq? Budur qalibiyyət. Yəni, nə deməkdir qalibiyyət? Yəni, təkrar mən Amerikanın bir dəfələrlə demişik, bir daha təkrar Amerikanın da, İsrailin də İrana qarşı atdığı adımlar həddindən artıq qeyri-qanuni, hüququn pozuntusu, beynəlxalq hüququn çeynənməsi, tüpürülməsidir. Bu söhbət bundan getmir. Və bu bizdən asılı bir məsələ deyil. Amma bu qalib gəldi deyənlərə də sözüm həmişə ondan ibarət idi ki, indi Zəngəzur dəhlizi məsələsində. Görürsünüz necə çıxış eləyir İranın səfiri, Ermənistandakı səfiri. İranın bəzi xarici İşlər Nazirliyinin yetkililəri necə çıxış eləyir? Qırmızı xəttimizdir, qoymayacaq, təhdiddir. Xeyir ola, qardaş. Xeyir ola. Ermənistan ərazisindən keçir. Sənə nə var? Sənə nə var? Sənə güclü İran lazımdır, ay bunun qalibiyyətini elan edənlər. Nəsə, bizə nə güclü İran, nə güclü Rusiya lazım deyil. Çünki coğrafiyamız, taleyimiz də belə sendviç vəziyyətində qalan bir ölkə. Altdan da, üstdən də baskı olacaq. Niyə ikisi də zəif olsun? Niyə güclü olmalıdır ki, ikisi də? Mənim marağıma görə, Azərbaycanın marağına görə. Biz buna çalışmalıyıq və bunu istəməliyik və bunu görməliyik, görmək istəməliyik. İndi Rusiya prosesləri gördük. İndi açığın danışaq da bəy. 10 il bundan qabaq Rusiyanın hər addımına bütün postsovet ölkələr, o cümlədən Azərbaycan belə sərt cavab verirdilərmi? Xeyr, xeyr. Reallıq var da. Güclüydü. İndi nə oldu? Sokarın yanacaq doldurma stansiyasını vurdu Ukraynada. Belə sərt bəyanatı Azərbaycan qoydu, çırpdı sifətlərini. Bundan qabaq nə qədər təhdidlərə, belə də sözlü təhdidlərə baxmayaraq Ukraynaya yardımı dayandırmadı. Generatorlar da verdik, uşaqları gətiririk, burada müalicə elətdiririk. Ancaq gəlin qəbul eləyək, postsovet, keçmiş postsovet məkanında Azərbaycan qədər cəsarətli ikinci məqam. Əlbəttə, əlbəttə. Amma məsələn, Qazaxıstan belə açıq şəkildə televiziyalarında reklam gedir, Ukraynaya yardım kampaniyası. Eləməlidir də, ölkəni işğal da hədələyir. Bəli, amma 10 il bundan qabaq bunu təsəvvür eləmək olmaz da. Ondan ancaq sözdür. Deməli, Ukrayna müharibəsi Rusiyanı zəiflədirsə, nə əla, nə yaxşı. Bu müharibə İranı zəiflədirsə, nə əla, nə yaxşı. Niyə biz özümüzdən belə moral voice, yəni mənəvi səs düzəltmək istəyirik ki? Xeyr olar. Gücümüz var buna. Gücümüz var bu müharibəni dayandırmağa və yaxud da başlatmağa? Yox. Deməli, buradan çıxacaq nəticələri bizim nə xeyrimizdir, onun üçün çalışmalıyıq da. Moral voice olmaq lazım deyil. Strateji dövlət maraqlarımız nəyə də xidmət eləyir, ona baxmaq lazımdır. İkisi də zəifləyir, çox gözəl. Amerikanın güclənməsi bizə ciddi problem yaratmır. Zaten güclüdür bu bir. İkincisi də okeanotlarında da neyəcək bizə? Məşhur Münxhausenla bağlı bir əsər var. Ölkəsi vəziyyəti yaxşı olmur. Deyir, çıxış yolu nədir? Deyir, gəl İngiltərəyə müharibə elan eləyək. Səhərsi gündə təslim olaq. Yəni, o mənada bizim nə Amerika'da oradadır, nə bizə neyniyəcək? Amerika süddən çıxmış ağ qaşıq deyil. Təbii ki, deyil. Dünyada minlərlə qeyri-qanuni hüquqdan kənar addımlar atıb və atacaq da. Gücün verdiyi şeydir. Getdi Maduro'nu uğradı, yataq otağından gətirdi. Belə şey olmuşdu. İndi Kubanın tortunu pişirib hazırlayıb ki, noyabr seçkilərindən öncə kəssin. Masaya otursun. Masaya qoysun, otuzdursun, kəssin ki, seçkilərdə respublikaçılara daha çox səs qazandırsın. Hazır deyil, tort oradadır, pişib. Hələ əl dəymir. Çünki tezdir. İndi eləsə, noyabra qədər yaddan çıxacaq. İnternet və sürətli informasiya axını bizi balıqlaşdırıb. Bəli, bəli. Yaddaşımızı zəifləyir. Yaddaşımız zəifləyir və yaddan çıxır 5 gündən sonra hər şey. Ona görə də pişirib tortu hazır qoyub ki, oktyabrın əvvəli, sentyabrın axırı kəsəcək, qoyacaq masaya ki, bu da sizə Kuba. Nə istəyirsiniz ki məndən? Bu nöqteyi nəzərdən Amerika orada özü bilər də. Yəni, Amerikanın güclənməsinin bizə nə ziyanı var?
Biz nəyin marağında olmalıyıq? Türkiyə güclənsin. Tamamilə razıyam. Biz nəyin marağında Ki olmalıyıq? güclənir. Və NATO sammiti də göstərdi ki, güclənir. Biz nəyin marağında olmalıyıq? Bizi şimaldan və cənubdan sıxanlar zəif olsunlar, başları öz problemlərinə qarışsın. Eyvallah. Bundan yaxşı nə ola bilər? Və hesab edirəm ki, bizim üçün də bu proseslər bir dərs olmalı ki, ideoloji boşluq verməməli. Əlbəttə, əlbəttə. Yəni yenə təkrar etmək, ədalət hissi ilə danışsa, təbii ki, ədalət hissi insanın daxilini belə parçalayır da. Necə ki biz Ukraynanın ədalətli müharibə apardığını düşünürüksə, onu dəstəkləyiriksə, İranda da məsələn o uşaqların, məktəbin vurulması, insanın içini parçalayır. Əlbəttə, günahsız insanların ölümünə kim İnsanın içini xoşbəxt ola bilər ki? parçalayır. Amma biz bunu dayandırmaq gücündə deyilik də, yəni onu demək istəyirəm. Biz bunu qınaya bilərikmi? Qınaya bilərik, qınayırıq da. Buna humanitar yardım göstərə bilərik ki, göstəririk. Göstəririk də. Bəli. Amma bu bizdən asılı olmayan bir şeydirsə, niyə biz düşünməliyik ki, qoy məsələn filan ölkə qalib gəlsin və yaxud da güclü olsun? Niyə qardaş? Biz Türkiyənin güclü olmağını istəyək də qoy. Biz onun üçün çalışaq. Biz Türk dünyasının güclü olmasını istəyirik. Çünki bir buferdir, bu bizə arxadır, dayaqdır. Fragmentallaşan dünyadır da, sabah bilmirik nə olacaq. Amma burada heç olmasa bilirik ki, 175 milyon əhalisi olan Türk dünyası var. 3,4 milyon kvadrat kilometrə yaxında ərazimiz var. Azdır? Az deyil. Güc ola bilərikmi? Ola bilərik. Təbii resurslar var, coğrafi mövqeyi var, körpü rolu var, logistik mərkəz rolu var, hər şey var. Amma iqtisadi olaraq da güclü olmalıyıq da. Mən Türk qardaşlarımızla görüşəndə həmişə deyirəm, sinəmiz qürurla dolur sizin hərbi uğurlarınızdan. Çünki o bizim də hərbi uğurlardır da. Amma bir tək qamçı ilə bölgədə idarə eləmək mümkün deyil. Kökə də lazım. Kökə üçün də sizin iqtisadi güclü olmağınız, pullu, bacarıqlı, qabiliyyətli və varlı olmağınız lazımdır. Türkiyə iqtisadiyyatı bunu da arta bilmir. Təəssüf ki. Biz bu haqda düşünməliyik. Bəli. Bu haqda düşünməliyik ki, qamçımız varsa, gəlin birləşək, kökə də pişirək. O kökədən də istifadə eləyək, bölgə xalqlarında yumuşaq gücə çevrilək. Bizim türkmənlər var İraqda. Cəlbediciliyimizi artırır. Əlbəttə İraqda türkmənlər var, Suriyada türkmənlər var. Nə bilirsiniz ki, sabah nə olacaq? Nə bilirsiniz ki, Hatay neçənci ildə qatıldı Türkiyəyə? Atatürk'ün dönəmi. 1937-ci ildə, 38-in əvvəlində. 38-in əvvəlində Atatürk'dən sonra. Atatürk'dən bir neçə, amma Atatürk demişdi ki, Hatay bizim şəxsi məsələn. Bəli. Nə bilirsən sabah nə olacaq türkmənlər, İraqdakı, Suriyadakı türkmənlərin bölgələri? Bəlkə sabah orada kömək lazım olacaq. Bəlkə təzədən bölünəcək xəritələr. Çünki Sykes-Picot oturublar, içiblər, biri İngilis, biri Alman, Fransız, xəttkeşi götürüb bütün oranı xəttləyiblər. Düz xəttlə, bəli. 20-ci əsrin əvvəllərində. Bu belə ədalət olar. Biri də asqırıb İordaniya ilə Suriya arasında belə çıxış var. Sonra da götürməyib, o pozmayıb, deyib ki, qoy məndən tarixə yadigar qalsın. Belə ədalət olur. Yəni bu geci-tezi bu dəyişəcək. Bu dəyişikliyə də hazır olmaq lazımdır, güclü olmaq lazımdır.